Bir zamanlar geniş və qızılı səhrada Mavi adlı balaca bir dəvə tək-tənha dolaşırdı. Günəş yandırırdı və qumlar gözlə görünənədək uzanırdı. Mavi yorğun və narahat görünürdü. O böyük bir qum fırtınasında itmişdi və ailəsini tapa bilmirdi. Mavi asta-asta qumların üzəri ilə yeriyərkən bir qayanın üstündə oturmuş yaşıl bir kərtənkələ gördü. Kərtənkələnin üzündə mehriban bir təbəssüm vardı. "Salam, niyə bu qədər kədərlisən?" Kərtənkələ sakit səslə soruşdu. Mavi köks ötürdü, fırtınada sürümə itirdi və evə necə qayıdacağımı bilmirəm. Kərtənkələ başını tərpədib yenə gülümsədi. "Narahat olma, mən bu səhranı çox yaxşı tanıyıram. Sənə kömək edərəm," dedi. Beləcə balaca kərtənkələ Mavini yumşaq qızıl qumların içi ilə apardı. Onlar yerdəki xırda izləri izlədilər, böyük qum təpələrindən keçdilər, səhranın kollarının kölgəsində dincəldilər. Yol boyu güldülər, nağıllar danışdılar və dost oldular. Birdən uzaqdan bir səs eşidildi. Bu Mavinin anası idi. Mavinin gözləri sevincdən parladı. "Ana," deyə səsləndi və balaca ayaqları ilə mümkün qədər sürətlə qaçdı. Ailəsinə çatanda Mavi arxaya kərtənkələyə tərəf baxıb böyük bir təbəssüm etdi. "Çox sağ ol balaca dostum, sənin köməyin olmasaydı evə heç vaxt qayıda bilməzdim," dedi minnətdarlıqla. Kərtənkələ məmnunluqla başını tərpətdi. "Həmişə dostlarına güvən, səhrada bir-birimizə kömək etməliyik," deyə cavab verdi. Və beləliklə kərtənkələ əl elədi və gün batan səhraya doğru yollandı. Yolunu azmış digər bir səyyaha kömək etməyə hazır idi. Mavi anasının yanına qısıldı, özünü təhlükəsiz və isti hiss etdi. O bir daha heç vaxt uzaqlara getməyəcəyinə söz verdi və o gündən sonra Mavi həmişə ona evə qayıtmağı öyrədən mehriban balaca kərtənkələni xatırladı.